Deyirdiniz Əsəd rejimi pisdir. Bəli, pislər biz də pis deyirik. Deyirdiniz buna görə ki devirəsiz. Devirdiniz. İndi bir nəfər gəlib. Pis dediyiniz rejimin 50 ildə elədiyindən artığını eləyib 3 ayda. Niyə demirsiniz pisdir? Çünkü öz tulovuzdur, öz muzdurumuzdur, öz əlaltımızdır, öz nökərimizdir, öz pulumuzdan hazırlayıp gönderdiğimiz silahdaşımızdır, qatilimizdir, killerimizdir. Ona göre ona pis demirsiniz. Və qabağımıza məqsəd qoymuşsunuz. Kim Əli ibn Əbi Talibin imamətini qəbul eləsə öldürəcək. Açıq aşkar deyirlər. Gördünüz də? Çıxdı bunlar. Yayıldı sosial şəbəkələrdə. Sonra mənfur və məlun simaları, komandirləri çıxdılar dedilər, elədiyimiz cinayətləri sosial şəbəkələrdə paylaşmayın.